və nemətlər içərisində ən əzəmətli, ən uca nemət əgər hidayət nemətidirsə, onu qorumursa, dəyərləndirmirsə, deməli bu insanın ağlında olan naqislikdən xəbər verir. Deməli bu qorunmadısa, dəyərləndirmədiksə, insan bilsin ki, o nemət aradan qalxacaq. Və görürsən ki, vaxt var idi ki, təzə hidayətə gəldiyimiz zaman imanın şirinliyini, imanın ləzzətini hiss edirdik. Amma indi isə artıq qalmayıb. Və buna görə də İbn Qayyim rahimehullah buyurur ki, insan hidayətə gələn gündən nəfsinə qarşı, şeytana qarşı və havasına qarşı vuruşmağı davam etdirməzsə, sonunda fitrətində olan günahlarla qarşılaşacaqdır. Yəni o cahiliyyət dövründə vərdiş etdiyi günahlara qayıdacaqdır. Nə vaxt insan hidayətə gəlir, imanı güclüdür, günahı uzaq bir məsafədə görür və deyir ki, heç vaxt mən o günaha qayıtmaram. O sözü deyən insan görürsən ki, 1 ay, 2 ay, 1 il, 2 il keçir və görürsən ki, insan qayıdır. Səbəb nədir? Səbəb insanın o neməti dəyərləndirməməsi, yəni nəfsinə qarşı, şeytana qarşı vuruşmağı davam etdirməməsidir. Yəni bu vuruşmaq davamlı şəkildə olmalı. Nə vaxt ki, insan vuruşur, günah uzaqda olur. Amma vuruşmağı saxlayır və görürsən ki, o günaha yaxınlaşır. Və həmçində insan öz tarixini, o keçmişini səhifələyə bilər və görər ki, o vaxt ki, imanı güclü idi, imanın şirinliyini hiss edirdi. Məclislərə gəldiyi zaman yoldaşlarla, qardaşlarla birgə çalışardı ki, orada fayda versin və ya da fayda alsın. Amma indi isə müəyyən illər keçib, eyni qardaşlarla bir araya gəlir, orada Allahı zikr etmək əvəzinə başqaları zikr olunur və ya da dünya zikr olunur.